8. Herkese salam. Birlikdə oxuyub tapşırıqları yazacağıq. Gəlin başlayaq. Bir də yenə də sizə deyirəm, abunə olmağı unutmayın. Kanalıma abunə olmağı unutmayın. Zilləri açmağı, yorum yazmağı unutmayın. Başlayaq. Firefighter. Mətnimizin adı Firefighter'dır. Yanğın söndürmə. Başlayaq. Some is firefighter. Some yanğın söndürən. Firefighter help people. Yanğın söndürən insanlara kömək edir. They have special clothes. Onun spesial paltarları var. Sam has a coat, pants and boots. Deyir ki, Sam'ın belə şalvarları, botları var. He has a special hat too. Həmçinin spesial şapkası da vardır. Its helmet, onun adı helmetdir. Firefighter has special equipment. It's help Sam to his job. Firefighter yeri bir yanğın söndürən spesial işdir. Sam əladır bu işlə. İnsanlara kömək etmədə. This is firehouse. Bu yanğın söndürən evdir. There are many firefighter at this firehouse. Deyir ki, yanğın söndürənlərdə çoxlu yanğın evləri olur. Yanğın söndürən, yəni paltarlar olur. There is a dog Tom. Həmçinin itlər. His name Specky. Onun adı Specky'dir. This is some fire truck. Deyir ki, əlbəttə ki, Sam'ın truck'ı var. Truck'da birisi nə deməkdir? Belə yanğın söndürən maşını. It's red. O qırmızı, bu qırmızıdır. There is a big ladder. Deyir ki, o böyükdür. The truck has lots of water. Deyir ki, truck'ın içində sular olur. Firefighter is a great job. Yanğın söndürən çox əla işdir. What do you want to be? Siz nə düşünürsünüz? Aha, mətnimiz bu qədərdir. Keçirik tapşırıqlara. Üçüncü tapşırıqda bizə say yes or no. Deyir ki, tapşırıqlarım düzdürmü, səhvdirmi? Bunu yazacağıq. Gəlin başlayaq. Firefighter have special hats. Deyir ki, yanğın söndürənlərin şapkası olurmu? Spesial şapkası varmı? Bəli, var idi. Specky is a firefighter. Bəli, var idi. Bu da var. Some is fire truck is yellow. Dostlar, bu səhvdir əlbəttə ki. Belə olmurdu. Bir dəqiqə. Aha. Belə olmurdu. Çünki dostlar, burada it's red deyir. It's red olduğuna görə no. There is lots of water on fire trucks. Bəli, su daşıyır da, hətta göstərim burada sizə. Aha. Bu da yes. Gedir. Keçirik o bir dördüncü tapşırığımıza. Dördüncü tapşırığımızda bunlar silək. Aha. Dördüncü tapşırığımızda deyir ki, mətnə aid şəkilləri seçin. Birinci, bəli, bot, düzdür. İkinci, alma və kitab. Bunlardan heç bir söhbəti yox idi. Üçüncü, hat, bəli, doğrudur. Dördüncü, təyyarədir. Xeyr, əlbəttə ki, təyyarədən söhbət heç vaxt getməyib. Beşinci, uşaqların qorxduğu, o doktor, həkim əşyası. Bu da xeyir. Bizə oldu 3 və 1. Belə səliqəsiz yazdığım üçün çox üzr istəyirəm. Keçirik lesson 1-ə. Aha. Aha. Lesson 4, üzr istəyirəm. Lesson 1 dedim. Çox üzr istəyirəm. Lesson 4. Make and play. Düzəldək və oynayaq. Dostlar, burada plot and playing. I am a plot. Deyir ki, pilotdur, mən pilotam. Burada kartları elə bir ki, işarələyirik. Burada da təyyarə pilotdan bu pilot olacaq. Aha, keçirik lesson yox, tapşırıq 3-ə. Keçək. Keçdik. Dostlar, bunu bəziləriniz başa düşməyə bilər.
Aha, başa sallam. Burada ask and answer. Sual verin və cavab verin. Bu hamımız bilirik. Amma sizin üçün yenə də tərcümə edəcəm əlbəttə ki. She isn't police officer. O nə polis deyil. She is firefighter. O yanğınsöndürücüdür. What's she? O kimdir? She is nurse. Burada cavab verir. Cavabında zaten öz deyir. Aha. Görüşene dek. See you next time. Goodbye. Bu kadar idi. Unit 5 hələ var. Lesson 1'dir. Burada keşke yazacaqsınız. Ona görə mən heç nə demirəm. See you next time. Goodbye. Bye bye.